Salam, hər vaxtınız xeyir olsun. Burada sualda qeyd edir ki, xəritədə işarələnmiş rayonlarla bağlı ümumi cəhət müəyyən edin. Burada Ağdam və Kəlbəcər rayonları göstərilib. Ərazisi 1993-cü ildə Ermənistan qoşunları tərəfindən işğal edilmişdir. Ümumi cəhətləri istəyir. Bağlı ümumi cəhət. Deməli, biri götürə bilərik. Bir var. 93-də hər ikisi işğal olunub. Vətən müharibəsinin gedişində ərazilərin tam şəkildə işğaldan azad edilmişdir. Xeyr. Vətən müharibəsindən sonra azad edildi. 10 noyabr bəyanatından sonra. Böyük qayıdış proqramı əsasən 2022-ci ildə ilk ailələr Ağallı kəndinə, Zəngilan rayonuna köçürdü. Bu yanlışdır. 10 noyabr üç tərəfli bəyanatdan əsasən işğaldan azad olmuşdur. Bəli. Yəni, belə deyək ki, bu ərazilər döyüşsüz azad olunub. Deməli, Ağdam rayonu 20 noyabr, Kəlbəcər 25 noyabr tarixində Vətən müharibəsindən sonraki dövrdə azad olundu. Deməli, 1 ilə 4 uyğun cavab olur. 1 ilə 4 uyğundur. Digər bir sualda uyğunluğu müəyyən edin deyir. Yəni, burada uyğunluğu müəyyən edin deyir. Səfəvi hökmdarları 1-ci İsmail, Təhmasib, Abbası göstərir. Bunlara aid olan uyğunluğu istəyir. Vahid Azərbaycan dövlətinin yaradılma prosesinin başa çatdırılması Təhmasibə aiddir. A2-yə aid olar. Mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyi 1-ci Abbasa aiddir. B3-ə aiddir. Xorasan ilk dəfə Səfəvilər dövlətini birləşdirib İsmail. C-bəndi İsmail aiddir. Tamğa vergisini ləğv edib Təhmasib. D2-yə aiddir. Portuqalların hörmüzdən çıxarılması 3-cü Abbas aiddir. Deməli, 1-də C, 2-də A, 3-də B-yə doğru cavab olacaqdır.